Əgər sən də bugün Allahın səni tərk etdiyini və sənin vəziyyətindən xəbərsiz olduğunu düşünürsənsə, bu məktub sənin üçündür. Mənim əzizim, bugün yenə səni izləyirəm. Səndə gördüyüm rod düşkünlüyünün səbəbini bilirəm və yenə də səndən eşitmək istəyirəm. Əzizim, yanıma gəl. Gəl danış, bütün hər şeyi mənimlə bölüş. Davudu xatırlayırsanmı? O deyirdi, məni görürsən, girişimə, çıxışıma nəzarət edirsən. Amma yenə də deyirdi, səhər erkən səni çağıranda mənə cavab verirsən. Axşam söylədiyim ilahi dilimdən düşmür. Bu sənə bir nümunədir. Davud səhər mənim yanıma gəlir, günə mənimlə başlayırdı. Axşamlar yenidən yanıma gəlirdi və mənimlə danışırdı və sonra deyirdi, rahat yatıb yuxuya gedirəm. Çünki sən, ya Rəbb, məni əmin-amanlıqda yaşadırsan. Davudun həyatı heç də asan deyildi, amma mənə deyirdi, əmin-amanlıqda yaşayır. Çünki mənim onunla olduğum əminliyində ürəyi rahatlıq tapırdı. Ac olanda çörək üçün yox, mənim üçün yalvardı. O məndən yeyir, məndən içirdi. Padişah olub hər şeyə sahib olmasına baxmayaraq, yer üzündə səndən başqa heç nə istəmirəm dedi. Çünki göylərdəki tək yaxınlığım mən olduğumu və mənimlə birlikdə yaşadığı əminliyin dadını bilirdi. Və ona görə də dedi, dadın görün, Rəbb nə qədər şirindir. Dostum mənə xəyanət etdi dediyi yerdə, mənə möhkəm qayan dedi. Çünki mənim ona heç zaman xəyanət etməyəcəyimi bilirdi. Ona görə də göylərdəki tək dostunu yerə də çağırdı və dedi, yerdə də heç nə istəmirəm. O yaşadığı təcrübələrə dayanaraq, Allah sənə görə mələklərinə əmr edər ki, səni əlləri üstə aparsın dedi. Bu tapdığı açarı, ya Rəbb, sığınacağımsan dediyi açarı bugün sənə verdi. Sən Davudun açarına sahibsən. Nə olsan da, kim olsan da bağışlanmaya və mənə sığınmağa sahibsən. Mənim sevgimi kəlamlarda taparaq dedi, kəlamınla məni qüvvətləndir və əlavə etdi. Səni çağıranları atmazsan, tərk etməzsən. Qəlbini qorumaq üçün zireh və padişah geyimi yerinə qaydalarımı seçdi. Çünki günaha qarşı heç bir zirehin tab gətirə bilməyəcəyini dərk edərək dedi. Qaydalarını qəlbimdə saxlamışam ki, günah etməyim. Günahkar olduğunu dərk edərək məni axtardı və dedi, məni huzurundan atma, ruhunu məndən götürmə, mənə təmiz ürək ver. Ona görə də mən sizi yetim qoymaram demişdim. Davud, onun heç kimsəsi olmadığını iqrar edərək, mənsiz yetim olduğunu dərk etdi. Əzizim, bugün mən səni izləyirəm. Mən səndən də Davud kimi dəvət və etiraf gözləyirəm. Hə əzizim, nə deyirsən? Məni qəbul edirsənmi?